Deməli belə. Ev tapşırığını elə buradan vermişdim, aydınlıq kəsirlərdən. İndi burada bəzi maraqlı suallar var ki, oradan dərsdə baxmağa vaxtımız çatmamışdı. Ona görə indi baxıram. İndi bir neçəsinə baxacağıq. Evə səfərimizi 60-a qədər vermişəm. 60-a qədərçinə 100% baxacaq. Siz də yazmışsınızsa suallarınızı deyərsiniz. Yerdə qalanına da dərsdə baxacağım. Və yaxud vaxtımız qalsa indi də baxacağım. Amma yenə dərsdə suallarınıza təkrarən baxacağım. Özünüz bilirsiniz. Sadəcə bu əlavədir. Yaxşı. 14-cü sualı evdə yaza bilən var. Ben yazmışam Mehmet. Necə getmisən? Yolun necə olub? Ben burada ilk önce 8 vurulsun 0,8 ise gelsin 0,6. Görüyoruz ki burada 2 bölünsün 25 var. 2'nin Hı -hı. 25'e böləndə də elə 0,8 edir. Demək ilk %8. %8. İlk mötərizənin içərisindən 0,8-i çıxardırıq. Qalır Hı 8 -hı. üstə gəlsin 0,6 vurulsun. İkinci mötərizədə 12,2-də 1-də 25 bölünsün 2-də o da eləyir 12,5. 12,5-i Hı -hı. çıxardırıq. Eləyir 8 çıxsın 0,6. Birinci Hı -hı. mötərizəni çevirdim adi kəsrə. Oldu məxrəcdə 100, sürətdə 8. İxtisar elədim, qaldı 25-də 2. Daha Hı sonra -hı. 8-in 80-də 10-u da ixtisar elədim, qaldı 43-də 5. Deməli, birinci mötərizə aldı 86-da 125. İkincini də həmişki kimi elədim, 180-də 25. Daha sonra bir-birinə vurdum. 86-nı vurdum 185-ə, 125-də vurdum 2-yə. 86 ilə 2-ni, 185 ilə 125-ə ixtisar elədim. 1595-i 25-ə böldüm, qaldı 63,164. Əvvəlin super cəmsən, axırda öz salmısan çətinliyi. İndi qulaq asın, mən izah edeyim. Deməli belə, bax yoldaşımız dediyi kimi, bax bu hissədə görürsünüz %8 var. Siz bunu qırağa kəsr kimi yazsanız %8. İxtisar aparanda bu 25-də 2-dir. Və deməli burada da 25-də 2 var. Burada da 25-də 2 var. Həmin bu 25-də 2-ni ortaq olaraq çıxardıram mötərizə xaricinə. Qalacaq 8 üzərinə gəlsin 0,6. Keçirəm ikinci mötərizəyə. 12,5 kəsr kimi yazsam 12,5 bərabərdir ixtisar eləyəndə 12,2-də 1-ə. Bunda düzgün olmayan kəsrə çevirəndə 2-də 25-dir. Baxıram ki, hər iki hissədə var. Deməli burada da ortaq 2-də 25-dir. 2-də 25-i çıxardıram. Qalır 8 çıxılsın 0,6. Sonra nə baş verir? 25-də 2 vurulsun 8,6 vurulsun 2-də 25 bu da vurulsun 7,4. Burada 25'ler gedir, burada da 2'ler gedir. 8,6'nı vuracam 7,4'ə. O da eləyəcək 63,64. Bunu necə vurursunuz? 86-nı 74-dən olmalı alt-alta vurursunuz. Sonra hər ikisində bir vergül getdiyinə görə ümumi ədəddə 2 vergül gedirik və salam. Aydın oldu? Bir de diyebilirsiniz Mehmet, tam anlamadım. Bax, burada %8 idi, düzdürmü? Bax, burada yazdım. İxtisar eləyəndə oldu 25'də 2, düzdürmü? Burada da zaten 25'də 2 var idi. İndi fərqli rənglə yazım, daha qəşəng gözümüz görsün. Bax, bunlar eyni idi. Çünki bunda burada tapmışıq ki, 25'də 2-dir. Bunlardan 25'də 2-ni çıxartdım. Qaldı 8 üstəgəl 0,6. Bu mötərizə ilə qutardı işimiz. Keçdim bura. Burada da 12,5'i, bax bunu kəsr formasında yazdım. 12,2-də 1 oldu. Yəni bundan eyni. Bunu da düzgün olmayan kəsrə çevirəndə 2-də 25. Bunları da yenə ortaq çıxardım 2-də 25. Qaldı 8 çıxılsın 0,6. Yəni bu. Sonra nə qalır? Bu 25'də 2-ni yazıram əvvələ. Bunu toplayıram, yazıram bura. Sonra 2-də 25'imi yazıram. Sonra da bunu çıxıram, bura yazıram. Bu hissələr ixtisar edir. 8,6-nı 7,4-ə vururuq. Aydındır? Evet. İndi keçirik növbəti misal. Nömrə 18. Bunu evdə tapan varmı? Mən Yaxşı. Bir dənə baxaq. Bax, burada ortaq nə görürsünüz? Ortaq nəyə görürsünüz? 0,68, 0,32. 0,68-i çıxardıram. Bax, burada görürsünüz 3 dənədir. Mən birini götürdüm. Onda 2 dənə qalacaq.
Burada zaten bir dənə idi. Onu götürəndə 0,32-nin kvadratı qalacaq. Bunda düzgün olmayan kəsrə çevirirəm. 17-də 25 yazıram. Bura qədər hər şey aydındır. İndi bunu kəsr kimi yazsaq, bu %68-dir. Daha sonra vurulsun. A kvadrat çıx B kvadratı düsturundan istifadə edəcəm. Olur A çıx B, A üstəgəl B. Yəni bir dəfə bu ədədləri çıxıram. Bir dəfə də toplayıram. Vurulsun 17-də 25. Deməli, nə baş verəcək? 25 ilə 100 gedir, bura 4 qalır. 17 ilə 68 gedir, 4 qalır. Və buradakı 4-lərdə ixtisar gedir. Sonra bunların fərqini tapanda olur 0,36. Burada zaten heç nə qalmadı. Bu 1 eləyir deyə. Nəysə 1-ə vuranda onsuz da özü alınır. Onu yəni saymırıq, çıxır gedir. Vurulsun, bunların da cəmi 1 eləyir yenə. 0,36-nı 1-ə vuranda 0,36. Demək, neynədik? Birincisi, verilən misaldan 0,68-i çıxartdıq, qaldı kvadratlar fərqi. Kvadratlar fərqini bu düsturla açdıq. %68-i kəsr formasında yazdıq. Bunda düzgün olmayan kəsrə çevirdik. 25 ilə 100 getdi, 68 ilə 17, 4-lər qaldı. Bunlar da öz üstlüyünə getdilər. Sonra kvadratlar fərqinin cavablarını hesabladım. Biri bu elədi, biri bu. Buranda da bunu aldım. Baxın, görün aydındır. Bəli. İkinci növbəti baxırsınız. Nömrə 25-ə. Nömrə 25 buraxılışa düşüb. Buraxılış sualıdır. Evdə bunu yazan varmı? Mən 25-ə A yazmışam. Yox, düz deyil. Başqa nəsə yazan varmı? Ən kiçik sadə ədəd neçədir? Bir onu deyim görüm. 2. 2. Beynin yerinə yazıram 2. Düzdür? Sonra deyir ki, ifadəsi düzgün kəsr olsun. Düzgün kəsr necə olur sizdə? Sürəti kiçik olur məxrəcdən. Sürət kiçik olur məxrəcdən. Düzdür? Mənfi anı bu yana atandı müsbətə. Burada da 5-dən 2-ni çıxacam. Olacaq A kiçikdir 3-dən. Və salam. Əgər mənə desəydi düzgün olmayan kəsirdir, sürət böyük bərabərdir, məxrəc götürəcəkdim. Düzgün kəsir olanda sürət kiçik olur məxrəcdən, düzgün olmayan olanda sürət böyük bərabər olur məxrəcdən. Aydındır? Bəli. Qəşəng. Sonra baxırsınız nömrə 27-yə. Nə cavabı tapmısınız? Y. 27-də. Y müəllimə. Yox, düz deyil. Düz deyil, Y deyil. Bax, sonlu onluq kəsir nə idi? Məxrəc C-dir, bəli. Məxrəc ancaq 2 və 5-in vuruqlarından ibarət olmalıdır. 20-ni siz vuruqlara ayırsanız 4 vur 5-dir. Yəni 2-nin kvadratı vur 5-dir. 32 2 üstü 5-də ancaq 2-dən ibarətdir. Bu 8 vur 5-dir. Yəni 2-nin kubu vur 5-dir. 25-də 5-in kvadratıdır. Görürsünüz, burada ancaq 2 5-lərdir. Burada da ancaq 2-dir, burada da ancaq 5-dir. 35 isə 7 vur 5-dir. Yəni tərkibində 5-dən 2-dən fərqli ədəd var. Tərkibində 5-dən 2-dən fərqli ədəd varsa, sən onu heç vaxt sonlu onluq kəsir şəklində göstərə bilməzsən. Nə vaxt göstərə bilərdin? Burada 35-də 16 yox, olardı 35-də 7. 7-lər ixtisar gedərdi, deyərdim 5-də 1-dir. Olardı 35-də 14, ixtisar gedərdi, qalardı 5-də 2, deyərdim olar. Olardı 35-də 21, ixtisar gedərdi, qalardı 5-də 3, deyərdim olar. Olardı 35-də 28, ixtisar gedib, qalardı 5-də 4, deyərdim olar. Qalan versiyalarda olmur. Yəni, mütləq yuxarıdakı ədəd 7-yə bölünən ədəd olmalıdır ki, ixtisar getsin, mən də ona deyə bilim ki, sonlu onluq kəsir şəklində göstərmək olur. Qalan heç bir halda olmur. Ona görə də cavab C variantıdır. Başa düşdünüz? Aydındır uşaqlar. Bəli. Bəli müəllimə. Əla. Sonra baxırsınız nömrə 32-yə. Bunu dərsdə öyrətmişdim sizə qaydasını. Nə tapmısınız evdə? Mən Y tapmışam. Aha, deyə bilərsən, kəsir sayını necə tapmısan? Mən burada ilk öncə
2n plus 2 çıxılsın 2 bölü 2 yazmışam. 2n bölü 2, Aha, 2-lər gedir, qalır n. Daha sonra aha. n-i vururam sürətdəki ədədə. Aşağıda da 2n plus 2 yenə vurulsun 2. O da edir n bölünsün 4n plus 4. Aşağıdan 4-ü çıxartmışam mötərizə xaricinə. Qalıb 4 bölünsün 4 vurulsun 4 n plus 1. n bölünsün 4 bölünsün n plus 1. İndi izah edirəm. Birincisi demişdik ki, kəsr sayını tapmalıyıq. Əgər ortada nöqtələr varsa, kəsr sayı necə tapılırdı? Sonuncu kəsrin məxrəcindəki böyükdən çıxırdıq birinci kəsrin məxrəcindəki balacanı. Bölürdük aradakı fərqə. 2 ilə 4 arasındakı fərq 2 vahiddir. Yəni 2-yə böləcəm. Olur 2n bölünsün 2. Alıram kəsr sayını n. Bu oldu bizdə kəsr sayı. İkinci hesablanma qaydasını öyrətmişdim. Hesablanma qaydası necə idi? Məxrəzdəki birincinin balacasını sonuncunun böyüyünə vururam. Sürətdəki ədədi isə vururam kəsr sayını. O da olacaq n bölünsün 4n üstəgəl 4. Və məxrəcdən 4-ü çıxardıram mötərizə xaricinə. Qalır 4 vurulsun n plus 1. Yəni y variantı. Baxın görün aydındır mı? Bəli, müəllim, Başa aydın. düşdünüz? Aha, əla. İndi 33-cü misalı mən izah edəcəm. Çünki bu tipdən deməmişdim sizə dərsdə. Yenə sabah bir gün də izah edəcəm. Sadəcə indi də deyirəm ki, neçə dəfə eşidin ki, beynimizə hopsun. Sonra oxşarını sizdən soruşacağım. Deyir, K-nın neçə natural qiymətində kəsri natural ədəddir. Ümumiyyətlə, bu misallarda uşaqların elədiyi ən çox səhv nədir? Əvvəlcədən yerinə rəqəm qoymaq. Olmaz. Siz birinci misalı sadələşdirməlisiniz. Hansı formada? Məxrəc gördüyümüz kimi K-dır. Sürətdə də 3 dənə ədəd var. Mən bunu 3 dənə ayrı kəsr formasında yazıram. Yəni, sürətdəki ədədləri tək-tək K-ya bölürəm. K kvadrat böl K üzərinə gəl. 2K böl K üstə gəlsin 4 bölünsün K. Belə yazmaq kimi bir haqqım varmı? Ortaq məxrəci gətirəndə yenə bu da düz deyil. Bəli. İndi K kvadratın K-ya böləndə K. 2K-nı K-ya böləndə 2. Üzərinə gəl 4 böl K. İndi qulaq asın mənə. Deyir K-nın neçə natural qiymətində kəsri natural ədəddir. Və diqqətlə qulaq asın. K-ya sən burada natural versən naturaldır. 2 də naturaldır. Əsas məqsəd bax bu hissənin natural olmalıdır. O hissənin də natural olması üçün K olmalıdır 4-ün bölündüyü ədədlər. 4-ün bölündüyü ədədlər 1-dir, 2-dir, bir də 4-dür. Əgər desək ki, neçə tam qiymətində, onda bunların mənfisini də götürürsünüz. Yox, sadəcə naturalları istəyirsinizsə, deyirsiniz cavab 3 dənədir. Tam istəsəydi cavabı 6 götürəcəydiniz. Və ya da xülasə, gördünüz ki, məxrəcdə sadəcə bir dənə dəyişən var və sürətdəki dəyişənlərlə eynidir. Onda elə sərbəst ədədin, yəni 4-ün bölündüyü ədədləri yazın. Yəni, misalları işlədikcə, belə deyək də, asan yolunu tutacaqsan ki, mən bunu görən kimi nə edim? Mən indi detallı izah eləyirəm. Amma çox misal işlədikcə görəsən ki, mən bunu görəndə nə etməliyəm? İndi oxşarını sizdən soruşuram. Zəhmət olmasa baxırsınız misal nömrə 82-yə. Cavabı tapan desin. Özünüz birinci yazmağa çalışın. On iki müəllimə. İzah edə bilərsən? Orada 12-nin bölündüyü ədədlər 1, 2, 3, 4, 6, bir də 12-dir. Bir də onun mənfiləri götürəcəm deyə olacaq 12 dənə. 6-cı yolu. Əla. Ya birinci dediyim asan yolla yazırsınız. Yəni, burada elə bir dəfəlik 12-nin bölündüyü ədədlərə baxırsınız. Və ya məsələn, ətraflıya salmışam bunu. Sizdən həll istəyirəm. Həll istəsəm, məcbursunuz ki, bir-bir göstərəsiniz. Çıxılsın 12 bölünsün n. İndi bunu yenə böləndə olacaq 3n. Bunu yenə böləndə olacaq 5. Bu da 12 bölünsün n. Düzdürmü? N olmalıdır 12-nin bölündüyü ədədlər. 12-nin bölündüyü ədədlər 12-nin bölündüyü ədədlər 1-dir, 2-dir, 3-dür, 4-dür, 6-dır, 12-dir.
Natural istəsə bunları götürürsünüz. Yox desə ki, neçə tam qiymətində, onda mənfiləri də yazırıq. Cavab olacaq 12 dənə. Aydındır? Başa düşdünüz uşaqlar bu tipi? Evet. Uşaqlar. İndi biraz da çaşdıraq sizi. Baxın 75-ə. Görək bunun ötəsindən gələn olacaqmı? Dört dənə. 4 dənə. İzah edə bilərsən? Cavab gəlmədi. Və bu hissə nə verir mənə? Burada ilk öncə a kvadratı çıxılsın, b kvadratı şəklində yazırıq. Olacaq n kvadrat çıx 5-in kvadratı plus 31 bölünsün n. O da bərabər olacaq n-in kvadratı çıx 25 üstə gəl 31 böl n. Bu da bərabər olur n kvadratı çıx 6 böl n. Daha sonra ayırırıq n-in kvadratı bölünsün. Topla. Toplayırıq. Daha sonra n-in kvadratı bölünsün n üstə gəlsin 6 bölünsün n. O deyilir n bölünsün 6 bölünsün n. N-in burada qiymətlərini yazırıq. Bizdən tam qiymət istəyirsə götürəcək 1, 2, 3, 6. Bir də mənfilərini də götürürük. Olacaq -1, -2, -3, -6. Olacaq 12 dənə. İndi mən izah edeyim. Deməli biz bilirik ki, a üstə gəlbə a çıx b, a kvadrat çıx b kvadratı düsturunu verir bizə. Olacaq n-in kvadratı çıxsın 5-in kvadratı. 5-in kvadratı da 25-dir. Üstəcə 31. Bölünsün n. 31-dən 25 çıxanda n kvadrat üstəcə 6 alıram. Bölünsün n. Sonra təkdə yenə bölürəm. O da olacaq n üzərinə gəlsin 6 bölün. Burada n olmalıdır 6-nın bölündüyü ədədlər. 6-nın bölündüyü ədədlər də 1-dir, 2-dir, 3-dür, 6-dır. Sonra mənfilərini götürürəm. -1-dir, -2-dir, -3-dür, -6-dır. Əgər bizdən natural istəsə 4 dənə deyirsiniz. Tam dediyinə görə neçə dənə götürəcəyik? 8 dənə. Aydındır? Başa düşdük uşaqlar. Bəli. Sonra qaydaq növbəti tipə. Bəli, mən başa düşdüm. 35-ci misalı evdə yaza bilən var. Mən yazmışam. Cavabını almışsan. B. Düzdür. İndi izah elə görüm. Bir dəqiqə. Mən burada ilk öncə yazırıq 2 bölünsün, 9-a 3 vurulsun, 9-a 4. 9-a 3 də ixtisar gedəcək. Qalacaq 3-də 1. Daha sonra ikinci kəsrimiz olacaq. 2 bölünsün, 9-a 4 vurulsun, 9-a Bir 5. dənə bir şey soruşum. TT ixtisar eləyib belə yazmısan? Bəli. Yox, o yolu istəmirəm. Mənə başqa yol lazımdır. Başqa yol deyin mənə. Burada bir düstur var. Düsturla yazıb sonra çevirmək olar. Bəli, bax onu istəyirəm. Bilirsiniz hansı düstur? Bax bu düstur, bunların düsturu. Görürsünüz, birin qutardığı ilə o biri başlayır. Düzdür, bax buradakı kimi. Birin qutardığı ilə o biri başlayır. İndi nə edəcəm? Diqqətlə baxın. Qaydamız belə idi. Birincinin kiçiyini məxrəcdə vururduq sonuncunun böyüyünə. Düzdür? Bir də sürətdəki ədədi neçədən kəsirim var? 3 dənə. Vururam 3-ə. İndi sürət eləyir 6. Bu dövrdə 3, 9-da 3-dür. Dövrdə 6-da 9-da 6-dır. Sonra nə baş verir? Bu 6-lar gedir. 9-la da 3 gedəndə bura 3 qalır. Olacaq 1 bölünsün, 1 böl 27. Məxrəcin məxrəci də gəlir sürəti. Elə bir ki, 1-i 27-də 1-ə bölürəm. Onda 27-yə vurmaq deməkdir. Ona görə cavab olacaq 27. Yəni B variantı. Bir də izah eləyirəm. Məxrəcdəki birincini vurduq sonuncuya. Sürətdəki ədədim 2 idi. Vurdum kəsir sayına. 3 dənə kəsirim var. Onda sürət oldu 6. Məxrəcdə də. Birinci 9-da 3-dür. İkinci də 9-da 6-dır. Düzdürmü? Sonra ixtisarlarımı apardım.
6'lar getdi. 9 ilə 3 gedəndə bura 3 qaldı. 3-də 1-i 9-da 1-ə vurdum, 27-də 1. 1-i də 27-də 1-ə böləndə cavab oldu 27. Aydındırmı? Başa Bəli, düşdünüz müəllim. uşaqlar? Bəli, müəllim. Sonra baxırsınız. Bu iki sualı demişdim dərsə saxlayın. Onu indi birazdan axırda sizə izah eləyərəm ki, beynimiz yanmasın. İndi ortada vaciblərimizi deyək, sonra keçərəm onu. Baxırsınız nömrə 48-ə. 48-i evdə tapan var. Gəlin sizə belə bir şey deyim, qeyd edin. Açılsın deyirəm. Deməli belə. Bax, 35-də 33, 33-də 31, bir də olsun 31-də 29. Deyirəm bunları müqayisə et. Müqayisə et. Bir dənə fikir verirsiniz nəyə? Siz bunları ortaq sürətdə eləmək istəsiniz, ortaq məxrəcdə eləmək istəsiniz. Rəqəmləriniz aşırı böyükdür. Məsələn, tutaq ki, mən burada bayaq soruşduğum misalda, misal nömrə 48-də. O yoldan istifadə edə bilərdiniz. Ortaq sürət, ortaq məxrəc. Çünki rəqəmlər balacaydı. Amma sizə belə böyük rəqəmlər verirsə, o qaydadan istifadə edə bilməzsiniz. Çünki vaxtınız itəcək, əziyyət çəkəcəksiniz. Onun üçün bir dənə rahat yol var. Rahat yolumuzu eləmək üçün mənə 3 dənə şərt lazımdır. Birinci şərt. Bax, 35-dən 33 çıxanda 2 eləyir. 33-dən 31 çıxanda 2 eləyir. 31-dən 29 çıxanda 2 eləyir. Yazıram. Sürət və məxrəc arasındakı fərq eyni olmalıdır. Deyək ki, gözləyin uşaqlar. Eyni olmalıdır. Birinci şərtim budur. Fikir verdinizsə, üçündə də fərq neçədir? 2. İkincisi, ixtisar olunmayan kəsirlər olmalıdır. Üçüncüsü, düzgün kəsir olmalıdır. Və bir də deyirəm. Birincisi, sürət məxrəc arasındakı fərq eyni olmalıdır. İkincisi, ixtisar olunmayan kəsirlər olmalıdır. Üçüncüsü, düzgün kəsir olmalıdır. Əgər belə olarsa, sürət məxrəci böyük olan böyükdür. Məsələn, burada ən böyük gördüyüm nədir? 35-də 33. Yazıram, ən böyüyü 35-də 33-dür. Sonra 33-də 31-dir. Sonra 31-də neçədir? 29-dur. Bir də deyirəm, sürət məxrəci böyük olan böyükdür. Məsələn, tutaq ki, olsaydı biri də 41-də tutaq 39, ən böyüyü onu götürəcəkdim. Deyin görüm, aydındır, aydın deyil. Aydın. Əgər belə versəm sizə, Aydındır, bu müəllim. birinci misal kimi qeyd edeyim sizə, bu birinci misal. Burada qeyd edirəm ikinci misal. Əgər belə olsaydı, 33-də 35, 31-də 33, bir də 29-da 31. İlk iki şərt eyni qalır, təzədən yazmıram. Üçüncü şərtə yazıram, düzgün olmayan olmalıdır.
olmalıdır. Bunda necə olur? Kiçik olan böyük olur. Yəni ki, 29'da 31 böyük olmalıdır 31'də 33'dən. O da böyük olmalıdır 33'də 35'dən. İndi səbəbini izah edəcəm. Birinci bu qaydanı bir mənimsəyək. Şərtimiz nə oldu? Əgər düzgün kəsir olarsa, o iki şərt yerində qalır. Böyük olan böyükdür, kiçik olan kiçikdir. Düzgün olmayan kəsir olarsa, kiçik olan böyükdür. Aydındır? Bəli. Bəli. Başa düşdük? İndi səbəbini sizə göstərim. Görüm burada səhifə açılacaqmı? Səbəbini sizə öyrədirəm. Və götürəcəm və buradakı ədədlərimi. Buna uyğun göstərəcəm sizə. 33'də 35'i deyin görüm, belə yaza bilərəm. 1 üstəcə 33'də 2. Olar belə yazmaq. 31'də 33'ü yazıram 1 üstəcə 31'də 2. Bir də 29'da 31'i yazıram 1 üstəcə 29'da 2. Görün bax bu hissələri aydındır sizə belə yazmaq. İndi görürsünüz də bu. Niyə elə yazdım? Sürətləri eyni olsun. Bax. Sürətlər eynidir hamısında. İndi müqayisə eləməyə haqqım var. Bildiyim qaydalarını. Düz deyil. Bax məsələn 1 33'də 33 deməkdir. 33'də 33 ilə 33'də 2, 33'də 35 verir. Sonra ikincidə 1 31'də 31 deməkdir. 31'də 31 ilə 31'də 2, 31'də 33 verir. O formaya gətirdim. Aydındır? Bəli. İndi bax bu hamısında var. Bu birləri tulladım. Baxın görün sürətlər eynidirmi? Sürətlər eyni olanda məxrəci kiçik olan böyük olurdu mu? Hı? Biri var düşünün bir dənə tortu 5 yerə bölürəm. Biri var bölürəm 10 yerə. 5 yerə böləndə mənə daha böyük dilim gələcək. Düz deyil? Bəli. Ona görə deyirəm ki, burada 29'da 2 ən böyükdür. Sonra gəlir 31'də 2. Sonra gəlir 33'də 2. Ona görə də deyirik ki, kiçik olan böyükdür. Başa düşdü? Tam aydınlı uşaqlar bu qayda. Təbii ki, bunu sabah bir gün yazdıracağım. Prosto həm bu gün eşidin, həm də sabah eşidin ki, beynimizdə otursun. Çünki bu gün məsələn hamı qoşulmayıb. Başa düşdünüz? Bəli. Hə, indi gəlin buradakı kəsirləri mənə köməyini müqayisə edeyim. Ən böyüyü hansıdır? Bunlar düzgündür ha. Ən böyüyü hansıdır? 6'da 1, sonra 4'də 3, sonra da 2'də 1. Aferin. Düzgündürsə böyüyü böyükdür, kiçiyi kiçik. İndi qulaq asın mənə. Misalın pik nöqtəsi. Mən yazıram belə. 3A bərabərdir 4B. Burada A'ya 4, B'ye 3 deyirdinizmi? Bəli. A böyükdür yoxsa B? A. Ay, sol. Deməli, qaydam necədir? Hasillərdə siz kiçik ədədi böyüyə vurmalısınız, böyük ədədi kiçiyə. Yəni necə? Məsələn, burada deyir A-nın 4'də 3'ünün, B-nin 6'da 5'inə, C-nin 2'də 1'inə bərabər olduğunu bilərək. Yazıram belə. A vur 4'də 3, bərabərdir. B vur 6'da 5, bərabərdir. C vur 2'də 1. Normalda ən balaca 2'də 1-dirsə, bu hərflərdə ən böyük C olmalıdır. Çünki ədədlərin bir-birinə bərabər olması üçün yanındakı kiçikdirsə, sən əksinə böyüyə vurmalısan. Məsələn, tutaq 2 vur 5 10 eləyir, düzdür? Məsələn, bir də 1 vur 10 eləyir. Tutaq ki, ədədin biri verilibsə 2, biri verilibsə 1. Sən 2-ni 5'ə vurmalısan, 1-i isə 10'a vurmalısan. Elə bir ki, ədəd kiçikdirsə, vurduğun ədəd böyüməlidir. Ona görə ən kiçik 2'də 1-dirsə, ən böyük ədədim C-dir. Sonra 4'də 3 ortadaydısa, bizdə də A olmalıdır ortada. Ən böyük 6'da 5 isə, ən kiçiyi də B olmalıdır. Yəni cavab olmalıdır C variantı. Yəni bacardıqca detallı izah elədim ki, beynimizə hopsun ki, niyə bu misalı belə yazmışam. Kör-körənə öyrətmək istəmədim. Məsələn, qaydanı biləndən sonra şok bir dənə bu hissəni yazırsam bitdi. Sadəcə qaydanı izah edirəm ki, tam beynimizə hopsun. Başa düşdünüz? Bəli.
Müəllimi, onda yuxarıda siz yazmışsınız 6-da 5 böyükdür, 4-də 3 böyükdür, 2-də 1. O niyə Hı yazdınız? -hı. Orada lazım Onu niyə olmaz. yazdım? Bax, bu hərfləri müqayisə eləmək üçün. Çünki mən bilməliyəm ki, ən balaca 2-də 1-dir ki, 2-də 1-in yanındakını ən böyük kimi götürüm. Başa düşdüm müəllim. Növbəti misal, baxırsınız, nömrə 50-yə. 50-ni evdə yazan varmı? Əlini biraz görəndə uşaqlar qorxurlar. Niyə bilmirəm. Əslində çətin sual deyil. Nə edirəm? Tək-tək hesablayıram. A-da, deməli, 2-də 1-dən çıxacam 3-də 1-i. Ortaq məxrəcim 6-dır. Bunu 3-ə vuracam, bunu 2-yə. 6-da 1. Görürsünüz ki, kvadrata yüksəldiblər. Mən də yüksəldirəm kvadrata. Olur 36-da 1. B-də kvadrata yüksəldib sonra çıxırlar. 2-də 1-in kvadratı 4-də 1, 3-də 1-in kvadratı 9-da 1. Ortaq məxrəcim 36-dır. Bunu 9-a vuracam, bunu 4-ə. 9-dan 4 çıxacam, 36-da 5. C-də isə toplayıb sonra kvadrata yüksəldir. 2-də 1 ilə 3-də 1 ortaq məxrəci 6-dır. Bunu 3-ə vuracam, bunu 2-yə. Üstdən 2-nin də cəmi 6-da 5-in kvadratı. O da olacaq 36-da 25. Və salam. Məxrəclər eynidirsə, sürəti böyük olan böyükdür. Və sizdən şərtdə deyir ki, artan sırada yazın. Ən balaca A-dır, sonra B-dir, ən böyük də C-dir. A, B, C. Yəni cavab olacaq A variantı. Baxın, görün, aydındırmı? Mən bir dəfə də başa sala bilərsiniz. Birincidə çıxırıq, 2-də 1-dən 3-də 1-i. Ortaq məxrəcim 6-dır. Bunu 3-ə vurdum, bunu 2-yə. 6-da 1. Sonra kvadrata yüksəldib, oldu 36-da 1. İkincidə kvadrata yüksəldib, sonra çıxır. 2-də 1-in kvadratı 4-də 1, 3-də 1-in kvadratı 9-da 1. Ortaq məxrəc 36-dır. Bunu 9-a vurdum, bunu 4-ə, 36-da 5. Sonrakını toplayıb, sonra kvadrata yüksəldir. 2-də 1 ilə 3-də 1-ə ortaq məxrəc yenə 6-dır. O da olur 6-da 5. Kvadratı 36-da 25. Sonra da deyir, artan sırada yazın. Sürəti kiçik olan, kiçikdir, böyük olan da böyükdür. Kiçikdən böyüyə düzülür. Aydındır? Bəli. Növbəti. Baxırsınız 59-a. Mənim 60-a qədər vermişdiniz. Aha. İndi 60-dan sonra 2 dənə misal demişdim. Qaydacam onları deyəcəm, o qəliz misalları. Sonra da siz ürəyiniz hansını istəsə deyirsiniz. Yəni mənim üçün vacib olanlar, çətin olanlar bunlar idi. Ki, məsələn, bilirəm ki, evdə tutaq ki, çətinlik çəkməyimiz 100%dir bunlardan. Deməli belə, 59. Deyir, Azərin bir qutu rəngli qələmi var idi. O qələmlərin 3-də 1 hissəsini İlqara verdi. Bunu çox uşaq X verib yazır. Təbii ki, doğru yoldur. Sadəcə olaraq mən hərf verməyə çox da sevmirəm, məcbur olmadıqca. Ona görə hərflə yox, elə rəqəmlərlə gedəcəm. Hər şey başlanğıcda faiz olaraq desəz 100%dir. Tam olaraq desəz 1 tamdır, yəni 1-dir. Ona görə nə edirəm? 3-də 1 hissəsini İlqara verirəmsə, 1-dən çıxıram 3-də 1-i. Yerdə qalır 3-də 2. Sonra bu sözə diqqət edin. Qalanının 4-də 1 hissəsi. Qalanının 4-də 1 hissəsi nə deməkdir? 3-də 2-nin tapıram 4-də 1-ini. Olur 6-da 1. İndi bax, 3-də 2 qalmışdı. 6-da 1-ini də Arifə verirəm. Biz burada nə isə vermiş sayılmırıq. Ha, mən bu hissədə sadəcə 3-də 2-nin 4-də 1-ini tapdım. Vermə hissəsi növbətidir. 3-də 2-dən 6-da 1-i çıxıram. Ortaq məxrəci 6-da. Bunu 2-yə vuracam, bunu da 1-ə. Olacaq 6-da 3. Yəni 2-də 1. Bu bizdə qalandır. 2-də 1 yarı deməkdir. Və sənə də şərtdə deyir ki, 24 qələm qaldı. Yarısı 24 qələm idisə, qutuda neçə qələm olduğunu tapmaq üçün 24-ü 2-yə vuracam. Deyəcəm 48 qələmim var. Bir də izah edirəm.
Dedik ki, hər şey başlanğıcda faiz olaraq 100-dür, hissə olaraq tamdır, yəni 1-dir. Oy. 1-dən 3də 1-ə çıxdım, yerdə qaldı 3də 2. Bu sadəcə qalan hissəmdir. Qalanının 4də 1-ini deyirsə, qalanının 4də 1-ini tapıram. Nə baş verir burada? Qalanının 4də 1-ini tapıram. Qalanının 4də 1 olur 6da 1. Sonra yerdə qalan 3də 2-dən çıxıram bu 6da 1-imi. Yerdə qaldı 2də 1. 2də 1 də yarı deməkdir. Yarısı da 24 qələmdirsə, hamısı olacaq 48 qələm. Aydındır? Başa düşdünüz uşaqlar? Bəli. Gözləyim bu ekranı görək. Qara qaydırıq da olur. Güzel. Sonra indi siz, yox, mən deyirəm. 2 dənə misalım qalıb, onu deyirəm, sonra siz deyirsiniz. Baxacam 36-ya. 36 bax, indidən deyirəm, ulduzlu sualdır. Yəni, başa düşməsəz, qəm dəryasına batmayın. Sadəcə, mən bunu bu il izah eləmədim, gələn izah eləmədim, nə vaxt izah edəcəm, axır əvvəl eləməliyəm. Ona görə indi eləyirəm. Ki, ən azından bu ildə eşidin, gələn ildə eşidin. Məsələn, 9-suzsa o bir ildə eşidin. 3 il eşidincə beynimə hopsunca belə bir misal var. Bu misalın adına belə deyirəm. Məxrəci sürətdə yarat. İndi qulaq asın mənə. Məxrəci köçürdürəm. Burada fikir verirsinizsə 3 n-dir. Amma məxrəcdə n-dir. Mən məxrəci 3-ə vurub yuxarı yazıram. Axı məndə minus 9 idi. Görürsünüz, burada plus 3 yazmışsınız. Hal-hazırda dəyişiklik eləmiş sayıram. Ona görə də bu 3-dən 12-ni çıxıram ki, bu misaldakı şərtdəki mənfi 9-u ala bilim. Bir də deyirəm, məxrəci sürətə köçürtmək üçün məxrəzdəki əmsaldan sürətdəki əmsalı eyniləşdirməliyəm. Məxrəcdə n-idir, sürətdə 3 n-idir. Məxrəci 3-ə vurub sürətə yazdım. Oldu 3 n üstəcül 3. Amma və lakin sürətdə mənfi 9 olduğu üçün mən neynədim? 3 n üstəcül 3-dən 12-ni çıxdım ki, o mənfi 9-u ala bilim. Bura qədər hər şey aydındırmı? Bəli, Sonra müəllimə, neynirəm? aydın oldu. Yəni Sonra siz neynirəm? sürətə çevirdiniz. Necə bir də deyil? Siz məxrəci sürətə çevirdiniz, sonra Elə üç ki, olur. məxrəci sürətə qaldırdım. Belə deyək. Məxrəci sürətdə yaratdım. Anladım. Məxrəcdə n plus 1 idi. Yuxarıda da n plus 1 almalıyam. Ona görə 3-ə vurdum, yazdım yuxarı onu. Onda nə olacaq? Bax, buradan 3-ü çıxardanda bax, kulminasiya nöqtəsi. Tata, məxrəc sürətdə yarandı. Gördünüz? Gördünüz bu hissəni? Bəli. İndi nə edirəm? Saçmamaq üçün buna bir dənə t deyirəm. İndi görün bir misalı xatırladacaq sizə. Bayaq elədiklərimizi xatırladınız? Tek nəyə bölürdük? Məxrəcə. Xatırlamadınız? Hatırladıq müəllim. Sağ ol. İndi T olmalıdır 12-nin bölündüyü ədədlər. 1, 2, 3, 4, 6, 12. Amma bir məsələ var. Sənə deyir ki, kəsirin qiyməti natural ədəddir. Yəni, sən bu T'lərdən elələrini seçməlisən ki, cavab natural olsun. Məsələn, T'yə 1 versəm, 12-ni 1-ə böləndə eləyir. Ona baş verdi. 12-ni 1-ə böləndə eləyir 12. Axı 3-dən 12-ni çıxanda natural vermir. 1-ə atdım. Mən bunu başqa rənglə yazdım. 1-i seçmədim. T'nin yerinə 2 qoyanda görün natural alınırmı? Bu misalda T'nın yerinə 2 qoyun. Üç
çıxılsın 12 bölü 2. Cavabı neçə eləyir? 12-ni 2-yə böləndə 6. 3-dən 6-nı çıxanda. Niyə heç kim demir? Mənfi. Heç Mənfi 3. Mənfi 3 natural deyil, yoxsa yox? değil. Deməli 2-ni də götürmürəm. İndi 3 qoyun yoxlayın. Mənfi 1. 3'ten 0. 12-ni 3-ə Mənfi böləndə bilmem. 4, 3-dən 4, mənfi 1. Naturaldır, Değil. 3 də getdi. 4 qoyun yoxlayın. 0. Yenə Və natural 0 deyil. naturaldır. Değil. 6 qoyun. 1 aldım. Naturaldır. Ben Götürdüm. 12 qoyun. 13 buramda 2 aldım. O da naturaldır. Deyir Natural. neçə dənə? Deyirəm 2 dənə. Çünki baya 2 dənə ədəd aldım. Bir də izah eləyirəm. Deməli, neynədim? Məxrəc n üstəgəl 1 idi. Yuxarı belə idi. 3n üstəgəl 9. Yuxarıda baxdım 3n-dir, məndə n-dir. Neynədim? Məxrəci 3-ə vurdum, yazdım bura. Axı, bir dəqiqə burada mənfi 9-dur. Axı, burada mənfi 9-dur. Bu mənfi 9 yaransın deyə çıxılsın 12 yazdım. Çünki 3-dən 12-ni çıxanda mənfi 9 edir. Sonra bu ikisindən 3-ü çıxartdım. Aldım belə. Və gördüm məxrəcdən eyni bir şey almışam. T dedim ki, gözüm böyüməsin. Aldım belə. Sonra tək-tək məxrəcə böldüm. Aldım belə. T olmalıdır 12-nin bölündüyə dıtdır, düzdüm bura. Sonra bir-bir T-nin qiymətini yerinə qoyduq, sizlə yoxladıq. Aldıqca cəmi 2 dənəsində natural alınır. Başa düşdünüz? Bəli, müəllimə. İndi mən bu il deməsəydim, gələn ildə deməsəydim, nə vaxt deyəcəkdim? Bir də deyəcəkdim sizə, imtahana bir həftə qalmış. Axır əvvəl bunu eşitməlisiniz ki, belə bir misal var. Və topuldadır da, özümdən kəşf eləməmişəm. Güvəndən salmamışam, MHM-dən salmamışam. Dimin öz şəxsi kitabındandır. Deməli, öyrənməlisiniz. Sonra növbəti keçim o bir misal. O bir misal bu qədər qəliz deyil. Yəni, təşvişə düşməyin. Otuz yeddi. Otuz altını silirəm. Deməli belə, bizə verib B kiçik bərabərdir 4. Və B verib ki, AB bölünsün BA düzgün kəsr olsun. B 4-dən kiçik və yaxud da bərabər ola bilər. B-nin qiymətlərini nə yazıram? 4, 3, 2, 1. Yəni, B-nin ala biləcəyi qiymətlər bunlardır. Mənfi ola bilməz. Əgər mənə deyirsə, bu kəsir düzgün kəsirdir, iddia eləyirəm ki, A B-dən kiçik olmalıdır. Deyirsiniz, niyə? Çünki A-ya B-dən böyük ədəd versən, məsələn, B-yə 4 versən, A-ya ondan böyük 5 verdin. Onda rəqəm olur belə. Axı, bu düzgün kəsir sayılmır. 45-də 54 düzgün olmayandır. Düzgün olması üçün, məsələn, A-nın yerində B 4-düsə olmalıdır 3. Yəni, bax, bir dəqiqə, olmalıdır belə. Razısınız, narazısınız? Razısınız, uşaqlar? Bəli, müəllimə. İndi B 4-dürsə, A-ya hansı qiymətləri verə bilərsiniz? Siz mənə deyin. 4-dən balaca. 4-dən balaca naturallar. 3, 2, 1. B 3-dürsə, A neçə ola bilər? 2, 1. Bəs B 2-dirsə, A neçə ola bilər? 1. B 1-dirsə, A-ya ədəd qalmır. Niyə? 1-dən balaca 0-dır. 0 natural ədəd deyil axı. Düzdür? Hı. İndi neçə dənə rəqəm yazdım bura? 6. 6. Şu cavabım olacaq 6 dənə. D variantı. Dənə-dənə saysaq, məsələn, 43, 42, 41,
32, 31, 21. Sonra da onların tərsi. Başa düşdünüz? Bəli, müəllimə. Birinci nə elədik? 4-dən kiçik ədədləri yazdıq. 4 daxil. Sonra da başladıq A-ya həmin bu rəqəmlərin qarşısına bir-bir özündən kiçik ədədləri yazmağa. Oradan neçə dənə ədəd alınsa cavabımız odur. Başa düşdünüz? Bəli. Yaxşı. İndi 60-a qədər evdə baxmısınız, başınızı sındırmısınız, tapmamısınız. O misallara deyin gəlsin. Yenə deyirəm, sabahda bir gündə suallara baxacağım. Hərə öz qrupunda. Sadəcə məqsəd odur ki, 2-3 dəfə eşidin. Buyurun. Məsələn, 10-a qədər. Yoxdur uşaqlar. Deyin görüm nömrə deyin. 3-cü sual. 3-cü sual. 4-də Məndə 3 də bizdə. üçüncü sual. 4-də 3 bizdə. Düzgün şeyə çətirsəz onluq kəsirik. %75 deməkdir. Və yaxud da elə %75-i ixtisar eləsəz 25-ə. Bu 4-də 3 deməkdir. Yəni 4,4-də 3-dən 3,4-də 3-ü çıxıram. Sürətin cavabı 1-dir. Razısınız? Sonra bunları çevirəm düzgün olmayan kəsirə. 7,3-də 1, 3-də 22-dir. 1,9-da 2, 9-da 11-dir. Böləndə tərsinə vururlar. Yəni vuracam 11-də 9-a. Bunlar gedir 2, bunlar gedir 3. Alıram məxrəci 6. Məxrəc 6-dır, sürət 1. Bir də vurulsun 6-ım var. 6-lar gedir, cavab olacaq 1. Sonra uşaqlar. Uşaqlar, sual. 45, bir də 47. Baxaq 45-ə. %45-də burada 0,68-i belə yazsam, ixtisar eləyəndə qalır 25-də 17. Yəqin ki, bu hissəni hamınız tapmısınız. Bu cürlü yan-yana misallar desə, yadınızda saxlayın. Elə həmişə ixtisar gedir, elə bu gördüyünüz kəsr alınır. Desəz, məsələn, burada neçəyə ixtisar gedir? 101-ə. Yəni, sən 2525-i 101-ə böləndə 25 alacaqsınız. 2525-i özünüz də bölə bilərsiniz 101-ə. Eləyir 25. 1717-ni də yenə 101-ə böləndə eləyir 17. Aydındır? Yəni, bu tipli yan-yana çoxlu-çoxlu eyni rəqəmdən gördünüzsə, elə bilin ki, əvvəldən nəticə o alınır. Yaxşı? Yəni, üçü də bir-birinə bərabərdir. D variantı. 12. 47-də isə qaydacam. 47-də isə yadınızda saxlayın. Kəsirlərdə məxrəc böyüdükcə cavab kiçilir. Yəni, ən böyük ədəd C-dirsə, ən kiçiyi olacaq C-də 1, ən kiçiyi A-dırsa, ən böyük olacaq A-da 1. Yəni, B variantı. Məxrəci böyük olan kiçikdir, kiçik olan böyükdür. Ən kiçik ədədim A olduğuna görə ən böyük kəsirim A-da 1-dir. Aydındır? Bəli. 12. 12-də tək-tək mötərizələri hesablayıram. 1-dən 2-də 1 çıxanda 2-də 1. 1-dən 3-də 1 çıxanda 3-də 2. 1-dən 4-də 1 çıxanda 4-də 3. 1-dən 5-də 1 çıxanda 5-də 4. 6-da 1 çıxanda 6-da 5. 2-lər gedir, 3-lər gedir, 4-lər gedir, 5-lər gedir. Cavab qalacaq 6-da 1. Yəni C variantı. 13. 13-də isə tək-tək yenə hesablayırıq. 1-dən 2-də 1 çıxanda sürət 2-də 1-dir. İndi nəyə baxım? 1-in üstünə 2-də 1 gələndə 2-də 3-dür. Axı məxrəcdədir. Böləndə tərsinə vururam. 3-də 2 yazacam. 1-dən 3-də 1 çıxıram 3-də 2. Məxrəcdə 1 üstəgəl 3-də 1, 3-də 4-dür. Böləndə tərsinə vururam 4-də 3. Yenə bu 4-də 3 eləyir. Bu da 1 üstəgəl 4-də 1, 4-də 5-dir. Tərsi olacaq 5-də 4. Nə baş verdi? 2-lər getdi.
Bu 3-lər getdi. Bu 4-lər getdi. Sonra bu 2 ilə bu 4 gedir. Burada 2 qalır. Məxrəc 2 vur 5, 10, sürətdə 3. Elə bir nəysə səhv elədim onu. Hə, bu 3-ləri aparmamışam. Onda 1-dir cavab. C variantı. Sonra uşaqlar. Uşaqlar. Sual 14. 14. 14'ü dedik axı bayaq. İlk sualımız buydu. Sonra 18. Arzu müəllimə, mən diş həkiminə getməliyəm. Ona görə olar dərsdən çıxım. hə, onlar narahat olma. Onsuz da izahlara baxacağıq sonra yenə dərsdə. Hə, oldu müəllim, sağ ol. Sağ ol. Neçə dediniz? 18. 18. 18'ə də baxdıq. Dərsin əvvəli baxmışıq bunlara. 14 idi, 18 idi. Sonra 27 idi, 32 idi, 33 idi. Bunlara baxmışıq. 25 idi. Videonun kaydını atacağım təzədən. Keçən səfərki də yadından çıxıb. İkisini də atacağım bu gün. Başqa baxmadığımız suallardan. Dərsdə təzədən baxacağım. Bu indi baxmadığımız bu gün. Yoxdur uşaqlar. 50, 60-a kimi. Heç kəsdə qalmadı. Məndə yoxdur müəllimə. O biri uşaqlarda. 44. 44. 44'də bunun bundan böyük olması üçün, məsələn, burada 2-dirsə, burada 2-dən böyük, balaca da olmalıdır. 2-dən balaca da 0,1-dir. Yəni A variantı. Qalmadı heç kəsdə uşaqlar. Məndə Yaxşı onda yoxdur. yaxşı onda qalanına dərsdə baxarıq. Ardını demirəm, çünki heç olmasa o biri dəfəmizə də sual qalsın Zuma. İndi çünki deyib qutarsam, ev tapşırığına verəndə sual qalmayacaq mənə burada izah eləməyə. Yaxşı, qayıdım Zuma. Rekordu dayandırım. Sağ olun. Sağ olun. Sağ ol müəllim. Yadıma salın kayıtları atma, yaxşı. Sonra yadımdan çıxır.